Salam, hər vaxtınız xeyir. Bugün biz üçbucaqlar mövzu izahına baxırıq. Bir düz xətt üzərində olmayan nöqtədən və bu nöqtələri ardıcıl birləşdirən üç parçadan ibarət olan fiqura üçbucaq deyilir. Yəni, baxın, burada A, B, C üçbucağın təpə nöqtələridir. Amma üzərində göstərilən C, A, B onlar tərəflərdir və ya AB tərəfi. Baxın, AB tərəfi, BC tərəfi, yəni buradan bura və AC tərəfi. Sonra üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcəyə bərabərdir. Yəni, içəridə göstərilən daxili bucaqlardır. Onların cəmi 180 dərəcəni verir. Məsələn, iki dənə tərəfin verəcək, birini saxlayacaq. Onda ikisini cəmləyirik. Üçüncü tərəfi tapmaq üçün 180-dən çıxırıq. Üçbucağın xarici bucaqları. Məsələn, alfanın xarici bucağı alfa 1-dir. Betanın xarici bucağı beta 1-dir. Qammanın xarici bucağı qamma 1-dir. Yəni, məsələn, alfanı versə burada 70 dərəcə, onda bir xarici bucağı 180-dən 70-ə çıxırıq, olur 110 dərəcə və s. Yəni, xarici bucaqların cəmi də 360 dərəcəyə bərabərdir. Sonra üçbucaqda böyük tərəf qarşısında böyük bucaq, kiçik tərəf qarşısında kiçik bucaq durur. Bu da əsas qaydalardan biridir. Gəldik, bu şəkildə biz x-i tapmaq üçün bu qaydadır. Buradakı x-i tapmaq üçün içəri bucaqların cəmi, yəni bu x-a bərabər olur. Yəni x bərabərdir alfa, beta, qammanın cəminə. Üçbucaq bərabərsizliyi. Deməli, əgər bizə bucaq verilməsi sadəcə iki dənə tərəf verilərsə, onda biz bu qaydadan istifadə edirik. Məsələn, burada 7, burada 3 və üçüncü tərəfə bir x qoyuruq. Yəni, fərqi yoxdur, x-i burada da yaza bilər, yəni buradan da soruşa bilər və ya burada da soruşa bilər. Biz əsas qaydaya baxırıq ki, biz üçüncü tərəfin ala biləcəyi qiyməti tapmaq üçün əgər heç bir bucaq verilmirsə, onda yazırıq. Bir dəfə 7-dən çıxırıq 3-ü, yəni modul yazılır ki, böyükdən kiçik çıxır, yəni mənfi olmasın. 7-dən 3 çıxırıq 4, bir dəfə də 7 ilə 3-ü toplayırıq, oldu 10. Onda biz üçüncü tərəfin ala biləcəyi qiyməti yazırıq ki, 4 və 10 arasındadır. Yəni burada nələri ala bilər? 5, 6, 7, 8 və 9 qiymətlərini ala bilər. Bu belə. Bu birinci qayda. Keçdik ikinci qaydaya. Alfa iti bucaq olarsa, yəni alfa 90 dərəcədən kiçik olarsa, bunu belə də yazır və ya sözlə də səsləndirə bilər. Alfa 90-dan kiçik də olarsa, yəni 90 dərəcədən kiçik iti bucaqlardır. Onda biz hansı qaydanı tətbiq edirik? Deyir ki, alfanın qarşısındakı bucağı tapmaq üçün, yəni bunu ortaya yazırıq da, bizə bu lazımdır. Bunu tapmaq üçün nə edirik? Bir dəfə verilən bu A ilə B, məsələn, mən bax 7 ilə 3-ü yazmışdım. Həmin o aralıq, iki dənə bucaq, daha doğrusu iki dənə tərəfi bir-birindən çıxırsınız. Baxın, yazdıq bura. Bir dəfə də kökün altında bu A ilə B-nin kvadratlarını cəmləyirsiniz burada və həmin aralıqda x-in qiymətləri olur. Bu nə vaxt olur? Alfa 90 dərəcədən kiçik olarsa, yəni iti bucaq olarsa. Gəldik üçüncü qaydaya. Alfa kör bucaq olarsa, yəni alfa 90 dərəcədən böyük olarsa, onda biz hansı qaydanı tətbiq edirik? Həmin axtardığımız tərəf x yazdıq. Bir dəfə bu tərəfləri cəmləyirik. Bir dəfə də kökün altında kvadratların cəmləyirik. Baxın, biri budur, biri də budur. Və həmin aralıqda qiymət çıxarır. Məsələn, cəmləmişik, tutaq ki, olsun biri 3, biri olsun 5. Bir dəfə cəmlədik, 8 yazdıq. Düzdür? Bir dəfə də kökün altında cəmləyirik. 3-ün kvadratı üstə gəl, 5-in kvadratı. 9 üstə gəl, 25 oldu 34. Onda yazırıq ki, kök altında 34, buradan yazaq da, kök altında 34 ilə 8-in aralığında qiymət alınır. Kökdə 34-dən təqribən qiymət çıxardırıq. 6-nın 36, 5 tam nə qədər? Məsələn, 5 tam nə qədər yazdıq. Onda deyirik ki, üçüncü tərəf hansı qiymətləri alır? 6, 7 qiymətlərini alır. Yəni, bizim bucağımız əgər kör bucaq olarsa, biz bu qaydanı tətbiq edirik. Bunları silək. Sonra dördüncü.
alfa, beta, gamma hər üçü iti bucaq olarsa, yəni iti bucaqlı üçbucaq, bir sözlə iti bucaqlı üçbucaq nədir? Hər üç bucağı 90 dərəcədən kiçikdir. Yəni bizə şərt hər üçü iti bucaq olarsa deyərsə və ya iti bucaqlı üçbucaqdır sözünü səsləndirərsə, onda biz hansı qaydadan istifadə edirik? Bir dəqiqə. Bu hardan gəldi? Davam edirik. Deməli, dördüncünü deyirdik ki, hər üç iti bucaqlı olarsa, onda biz bu qaydadan istifadə edirik. Yəni, nə edirik? Bir dəfə kökün altında verilən bu tərəflərin kvadratlarının fərqi, bir dəfə də kökün altında kvadratları cəmi və həmin aralıqda biz qiyməti seçirik. Gəldik hündürlüyə. Üçbucağın təpə nöqtəsindən qarşıdakı tərəfə və ya onun uzantısına endirilən perpendikulyara hündürlük deyilir. Baxın, ABC üçbucağı A təpəsindən bir hündürlük çəkmişik və həmin tərəfi 90, bu tərəfini 90'ı yazırıq. Və burada deməli belə bir qaydalar çıxır və biz belə deyək. Əgər üçbucağın üç tərəfi müxtəlifdirsə, baxın, A da fərqli, B də fərqli, C də fərqli, düzdür? Onda biz üçbucağın sahəsini tapmaq istəyiriksə, Heron düsturundan istifadə edirik. Heron düsturu nədir? Deməli, biz yarım perimetr tapırıq, yəni A plus B plus C-ni toplayıb 2'yə bölürük. Ondan sonra sahə bərabərdir. Perimetrimiz, tutaq ki, perimetri tapmışsınız 30. Bu da olsun məsələn. İndi hər tərəfləri yazmıram. 30'u yazdınız bura. Bir dəfə 30'dan A-nı çıxırsınız, bir dəfə B-ni çıxırsınız, bir dəfə C-ni çıxırsınız, kökün altında yazırsınız və oradan kök alırsınız. Bu bizim olur sahəmiz. Bu sahəni biz nə vaxt istifadə edirik? Tərəflər müxtəlif olanda Heron düsturundan istifadə olunur. Bu Herondur sahə. Deməli, üçbucağın sahəsinin tapılması üçün bir də var, oturacaq, vurulsun, hündürlük bölünsün 2. Əgər mənim oturacağım verilibsə, ona çəkilən hündürlük verilibsə, onda oturacağı vururam, hündürlüyə bölürəm 2. Baxın, buradakı qayda ilə. Və yaxud da bu tərəfdən çəkilibsə, hündürlük, onda B-ni vururam, bu B-dən çəkilən hündürlüyə, HB bölürəm 2'yə. Və yaxud da C tərəfinə çəkilibsə, onda C-ni vururam bu HC hündürlüyünə bölürəm 2'yə. Yəni oturacaq vurulsun hündürlük bölünsün 2 düsturundan da istifadə edirik. Üçbucaqda böyük tərəfə çəkilən hündürlük kiçik olur. Kiçik tərəfə çəkilən hündürlük isə böyükdür. Bu qaydanı da yadımızda saxlayaq. Gəldik median. Median üçbucağın təpə nöqtəsi ilə qarşı tərəfin ortasını birləşdirən parçaya deyilir. Yəni baxın, medianın belə bir düsturu var. Əgər median A tərəfinə çəkilibsə, medianın qaydasını bilirik ki, hara çəkilirsə, həmin tərəfi bərabər hissəyə ayırır. Düzdür, tutaq ki, bura 10'dursa, olur 5, 5. Onu bilirik. İndi burada belə bir düstur var. 3 tərəfi verilib, median verilib və bu A tərəfinə çəkilən medianın uzunluğunu soruşur məndən. Onda mən nə edəcəm? Kökün altında 2 dənə B-nin kvadratı, yəni bu A-nı saxlayırıq. Yəni nəyi soruşursa, sonda onu çıxırıq. 2 dənə B-nin kvadratı, 2 dənə C-nin kvadratını toplayırıq. Çıxırıq bu axtardığımızı, yəni A-nın kvadratını, bölürük 2'yə. Yəni B kökün altında 2B kvadrat, üstə gəl 2C kvadrat, çıx A-nın kvadratı. Bu qiymətdən kökü alıb, cavabını indirik 2'yə bölürük. Hansı tərəfə çəkilirsə, həmin tərəfi burada çıxırıq. Məsələn, C tərəfinə çəkilsə, onda yazıram ki, 2 dənə A kvadrat, üstə gəl 2 dənə B kvadrat, çıxılsın C-nin kvadratı, bölünsün 2. Hansı tərəfə çəkilirsə, biz onu sonda çıxırıq. Sonra medianlar bir nöqtədə kəsişir və kəsişmə nöqtəsində təpədən başlayaraq 2'nin bir nisbətində bölünür. Yəni baxın, buradan bura 2K və yaxud da 2X, buradan burada K. Yəni bu median olduğu zaman baş verir. Məsələn, ola bilər ki, sizə bu medianın ümumi uzunluğunu 15 verər və deyir ki, bu mediandır. Artıq siz bilirsiniz ki, median 2'nin bir nisbətində bölünür. Yazırsınız 2K üstə gəl K bərabərdir. Məsələn, 15 veribsə, olur K'mız olur. Bizim 5 deyirik ki, onda buradan bura məsafə 10 olur. Onda buradan bura məsafə 5 olur. Yəni məsələlərdə
həllindən istifadə edirik. Bu belə. Əgər bizim burada bir əlaqə düsturu var. Əgər medianların üçü də verilərsə və tərəflərin üçü də verilərsə, onlar arasında əlaqə düsturu var. Bunu da yadınızda saxlayırsınız. Sonra gəlirik. Üçbucağın bir medianı deyir, onu iki bərabər sayəli üçbucağa ayırır. Baxın, bir dənə üçbucağı çəkirəm. Onun bir dənə medianı, onu iki bərabər üçbucağa ayırır. Məsələn, bura S-dirsə, burada S-dir. Üçbucağın ümumi sahəsi 60-dırsa, onda deyirik ki, bu həmin, məsələn, 60-dırsa ümumi, onda deyirəm ki, bura 30-dur, burada 30-dur. Bu belə. Sonra deyir ki, üçbucağın 3 medianı çəkilərsə, onda 6 bərabər sayəli üçbucağa ayırar. Yəni, 3 dənə medianı çəkirəm. 1, 2, 3. İndi burada, baxın, onda S bərabər 6 bərabər sayıya ayırdı. Bu belə. Gəldik tənbölən qaydasına. Deməli, üçbucağın tənbölən çəkilirsə, bucağı yarıya bölür, alfa yazılıb və burada belə bir qayda əmələ gəlir. Əgər tənbölən çəkilirsə, tənbölən çəkiləndə onda belə bir qayda olur. Yəni, burada olan tərəf, yəni tənbölən çəkilən tərəfdə, burada olan tərəfi ayrılan bu hissəyə nisbəti, baxın burada yazılan fikir verin. Eyni zamanda digər tərəfdəkinin digər tərəfdə olan nisbətinə bölürük. Yəni, bu aralıqda olan nisbəti yazırsınız və oradan məsələ həll olunur. Bu birinci düsturumuz. Sonra, əgər mənim tənbölənimin özünü soruşarsa və bu tərəflər verilərsə, onda mən bu düsturdan istifadə edəcəm. Baxın. Məndən tənbölənin uzunluğunu soruşarsa, burada çəkilən tənbölən var L. Bura x qoyarsa, bunu soruşarsa, onda mən bu düsturdan istifadə edəcəm. Kök altında bu B tərəfi ilə C tərəfinin hasilindən çıxacam. M ilə N-in hasilini. Sonra, üçbucaqda hər hansı bir təpədən çəkilən median, tənbölən, hündürlük arasında münasibət var. Deməli, median, tənbölən, hündürlük o zaman bir-birinə bərabər olur ki, o bərabər yanlı üçbucaq və bərabər tərəfli üçbucaq olarsa, onda burada bərabərlik olur. Dedik ki, median, tənbölən və hündürlük bir-birinə bərabərdir. Ona görə orada böyük bərabər yazır və bir də median böyükdür tənböləndən, o da böyükdür hündürlük. Yəni, ən böyüyü median olur. Orta xətt üçbucağın hər hansı iki tərəfinin ortasını birləşdirən parçaya deyilir. Üçbucağın orta xətti oturacağına paraleldir və onun yarısına bərabərdir. Baxın, orta xətti çəkildiyi tərəfi yarı bölüb, eyni zamanda digər tərəfi də yarıya bölüb, oturacağın yarısı, məsələn, bura üstüsə, onda oturacaq 6 olacaq. Gəldik bərabər yanlı üçbucağa. Bərabər yanlı üçbucaqda təpədən çəkilən bu xətt, baxın, bu xətt, həm median, həm tənbölən, həm də hündürlükdür. Yəni, eyni zamanda üçünü də istifadə edirik. Bərabər tərəfli üçbucağa da aiddir bu qayda. Bərabər tərəfli üçbucağın bilirik ki, perimetri bütün tərəfləri bərabərdir. Perimetri 3 dənə A, yəni burada A 5 olsa deyəcəyik ki, 3 5-im 15. Burada eyni zamanda bərabər yanlı üçbucaqda da yəni, yan tərəflər bərabərdir, oturacağı yəni, fərqli olur və perimetr istənilən fiqurda tərəflərin cəmidir. Yəni, ona görə A, 2A üstəgəl B kimi yazılıb. Gəldik, bərabər tərəfli üçbucağın deməli, əsas qaydalarından biri. Burada yazılıb ki, hündürlük bərabərdir M, bərabərdir L. Yəni, düsturlar. Mən düsturun əslində tərəfində deyiləm. Çünki buradan hündürlük çəkib həll edə bilərik. Amma bu düsturu əzbərləyəcək biz. Böyük yer və kiçik yer. Daxilinə çəkilmiş çevrənin radiusu A bölünsün 2/3, xaricə çəkilmiş çevrənin radiusu A bölünsün 2/3'dür. Böyük yer xaricidir, kiçik yer daxili çevrənin radiusudur. Yəni, bu düsturu deməzdim əzbərləyin. Çünki buradan hündürlük çəkən zaman burada 90 əmələ gəlir, düzdür. Və təpədən çəkilən hündürlük həm median, həm tənböləndir. 60-ı 30-30 yazırıq burada. 90, 30, 60 üçbucağı yaranır. Bura A-dırsa 90-ın qarşısında. Onda 30-un qarşısında nə olacaq? A bölü 2 və 60-ın qarşısında A bölü 2/3. Baxın, həmin düstur yaranır. Yəni, A/3 bölünsün ki, baxın, bura nə düşdü?
A kökdə 3 bölü 2. Yəni bunu rahat belə hündürlük çəkməyini eləmək olar. Bir dənə düsturu əzbərləməyə gərək yoxdur. Düzbucaqlı üçbucaq. Düzbucaqlı üçbucaq bilirik ki, bir bucağı düzbucaqdır. Bu tərəflər katetlərdir. Bu hipotenuzdur. C bizim hipotenuzumuz adlanır. Düzbucaqlı üçbucağın deməli Pifaqor teoremini bilirikdə katetlərin kvadratları cəmi bərabərdir. Hipotenuzun kvadrat cəmi. Yəni 90-ın qarşısındakinin kvadratı, yəni C-nin kvadratı bərabərdir. A-nın kvadratı üstə gəl B-nin kvadratı. Deməli düzbucaqlı üçbucaqda, baxın düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən bir median çəkirəmsə, median hipotenuzun yarısına bərabərdir. Məsələn, medianım tutaq ki, hipotenuzum 18-dirsə, onda mən median çəkirəmsə, 18-in yarısı nə olacaq? 9, 9, eyni zamanda burada 9 olacaq. Çünki median nədir? Hipotenuzun yarısına bərabərdir. Sonra gəlirik, deməli, düzbucaq təpəsindən çəkilən hündürlük. Düzbucaq təpəsindən hündürlük çəkilirsə düzbucaqlı üçbucaqda, onda hündürlüyün belə bir düsturu var. Katetlərin hasili bölünsün hipotenuz. Bu çox vacibdir, diqqətli olun burada. Deməli, düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən hündürlük çəkilərsə, bu düsturdan istifadə olunur. Eyni zamanda həm də hündürlüyün belə bir düsturu var. Kökün altında ayırdığı hissələrin hasili. M vurulsun, yəni hipotenuzun ayırdığı hissələrin hasilinə bərabərdir. Məsələn, burada yazılır 9, buraya yazılır 4. Bizdən hündürlüyü soruşur. Biz də görürük ki, bu düzbucaqlı üçbucaqdır. Hündürlüyü tapan zaman kökün altında 9 vurulsun 4 deyirik ki, bizim hündürlüyümüz 6-ya bərabərdir. Sonra burada, baxın burada. Belə bir qaydada, bunu da yadımızda saxlayırıq. Düzbucaqlı üçbucaqlı, bu da həmən h kvadrat bərabərdir mn. Mən h bərabərdir kökü altında mn yazmışdım. Burada h tapmaq üçün kvadrata yüksəldirik hər tərəfi. Olur h kvadrat bərabərdir kökü altında kvadrata yüksəldiyində mn həmən yazıya bərabərdir. İndi burada bir şey var. Düzbucaqlı üçbucaqda buradakı tərəfin nisbəti, kvadratik nisbəti, yəni A-nın kvadratının B-nin kvadratına nisbəti bərabərdir. M-in N-ə nisbəti. Bunu yadda saxlayırsınız. Baxın, bu qayda. Sonra, hündürlük bərabərdir. Katetlərin hasili bölünsün C, onu biraz əvvəl dedim. Düzbucaqlı üçbucaqda, baxın, ən məşhur düzbucaqlı üçbucağın qaydalarından biri. 90, 30, 60 üçbucağı. 30 dərəcəli bucağın qarşısına dayanan katet hipotenuzun yarısına bərabərdir. Yəni 30-un qarşısında dayanan üçbucağın tərəfi 2-yə vurub hara yazırıq? 90 dərəcənin qarşısına. Düzdür, 2 qız. Sonra 60-ın qarşısına isə 30-un qarşısında dayananı kökdə 3-ə vurursunuz. Məsələn, bir nümunə yazaq. Bunun fərqi yoxdur. Belə çəkilsin və yaxud da belə çəkilsin. Heç bir fərqi yoxdur. Burada məsələn 90-30. Burada əsas nəyə baxırsınız? 30-un qarşısında nə dayanmalıdır? 60-ın qarşısında nə dayanmalıdır? Və 90-ın qarşısında nə dayanmalıdır? Məsələn, 30 dərəcənin qarşısına yazıram ki 7. Və qaydaya əsasən bilirik ki 30-un qarşısında dayananı 2-yə vurub hara yazırıq? 90-ın qarşısına. 90-ın qarşısı olacaq 14. 60 dərəcənin qarşısına isə 30 dərəcənin qarşısına dayananın kökdə 3 misli. Yəni 7 kökdə 3. Gəldik bərabər yanlı düzbucaqlı üçbucağa. Bərabər yanlı düzbucaqlı üçbucaq 90, 45, 45 nəyə görə? Bunlar bərabər olduğuna görə 180-dən 90-ı çıxırıq. Yerdə qalır 90 və 90-ı 2 yerə bölürük 45, 45. Onda belə bir qayda çıxır. Katetlər bərabər olur və 90-ın qarşısında isə katetlərin kökdə 2 misli yazılır. Məsələn, bir nümunə yazaq. Buraya yazıram 9 və digərlərini tamamlayıram. Baxıram ki 90, 45, 45 üçbucaqlıdır. Onda deyirəm ki 9 olsa burada 9 olacaq. Eyni zamanda 90 dərəcənin qarşısı 9 kökdə 2. Baxın, bu şəkili belə də verə bilər. Yəni bizi çaşdırmasın, baxın. Düzbucaqlı, üçbucaqlı. Əsas onun yerini bilmək. Bura 90-dır, düzdür. Bura 45, 45-dir.
Buran verəcək 10 kökdə 2, digərlərini soruşacaq. Mən bilirəm ki, düzbucaqlı üçbucaqdır. Baxın, bilirəm ki, bu düzbucaqlı üçbucaqdır, düzdür. Və 90-ın qarşısında dayanıb 10 kökdəki qaydanı yadıma salıram ki, onda bu tərəflər eyni idi və 90-ın qarşısında kökdə kimisi. Deməli ki, bura 10 imiş ki, bu da olub 10 kökdə 2. Buranı silək, davam edək. Gəldik, düzbucaqlı üçbucağın daxilinə çevrə çəkilərsə, radiusun tapılması. Radius tapmaq üçün onda biz AB katetləri cəmləyirik və hipotenuzu çıxıb 2-yə bölürük. Biz sualı çevrəyə veririk. Çevrə hardadır? Düzbucaqlı üçbucağın daxilindədir. Onda kiçik yerdən istifadə edirik. Kiçik yerin düsturu da belə hesablanır. Gəldik. Düzbucaqlı üçbucaqda xaricinə çəkilmiş çevrənin radiusu. Çevrəyə sual veririk. Çevrə hardadır? Xaricdə. Demək ki, böyük R düsturundan istifadə edirik. Böyük R-də C-nin yarısı, yəni hipotenuzun yarısına bərabərdir. Fəqura ədədləri, burada bunu əzbərləməsək də olar. 3K-nın kvadratının üzərinə 4K-nın kvadratı gələndə 25K kvadratı, oradan da 5K əmələ gəlir. Baxın, bu düzbucaqlı üçbucaqda iti bucağın sinusu, kosinusu, tangensi, kotangensi. Biz bunları, bu yenə gəldi bura. Və mən bu dərsi 8-ci sinifin trigonometrik nisbətlər mövzusunda çox ətraflı şəkildə izahını vermişəm. Burada isə üstündən keçirəm. Yəni, oradan baxa bilərsiniz. Deməli, düzbucaqlı üçbucaqda sinus alfa, kosinus alfa, tangens alfa, kotangens alfa. Tangens alfa, tan. Hal-hazırda tan alfa yazılır, yəni belə. Deməli, burada sinus alfa qaydası budur ki, qarşıdakı kateti nədirsə, onu bölür hipotenuza. Olur A bölü C. Kosinus alfa deyir ki, alfaya bitişik bucaq. Alfa budur da, düzdür, A-nın qarşısı. Buna bitişik yansıdır B bucağı, bu tərəf, bu B kateti. Onda B-ni böləcəm C-yə. Tangens alfa deyir ki, qarşıdakı kateti, yəni alfanın qarşısında nə dayanıb A, onu bölürük bitişik katete. A buradır, bu da bitişik katetdir. Kotangens alfa da kot alfa. Onda biz bitişik kateti qarşıdakı katetə bölürük. Burada cədvəl qiymətləri var. Siz bunları öyrənməlisiniz. Mütləq şəkildə. Bu cədvəl qiymətləri öyrənilməlidir. Gəldik. Üçbucağın daxilinə və xaricinə çəkilmiş çevrə. Əgər üçbucağın daxilinə çevrə çəkilərsə, baxın. Üçbucağın daxilinə çəkilmiş çevrənin mərkəzi bu üçbucağın tənbölənlərin kəsişmə nöqtəsidir. Yəni, əgər üçbucağın daxilinə çevrə çəkilibsə, onda bu xətlər nədir? Tənbölənlərdir. Alfa, alfa, beta, beta, qamma, qamma. Yəni, üçbucağın daxilinə çevrə çəkilərsə, onda biz bilirik ki, bu tənbölənlərin, bu xətlər tənbölənlərin kəsişmə nöqtəsidir. Və belə bir düstur var. Çevrə hardadır? Daxildədir. Kiçik yer düsturu. 2S bölünsün A plus B plus C. Bu düstur ixtiyari bir üçbucaq üçün daxili çəkilmiş çevrənin radiusudur. Gəldik. Üçbucağın xaricinə çəkilmiş çevrənin mərkəzi. Bu üçbucağın tərəflərinin baxın, orta perpendikulyarının kəsişmə nöqtəsidir. Yəni, əgər mənim üçbucağımın xaricinə çevrə çəkilərsə, onda üçbucağın tərəflərinin orta perpendikulyarının kəsişmə nöqtəsi. Baxın, bu qayda əmələ gəlir və burada böyük R düsturu var. Böyük R ABC bölünsün 4S. S sahəmizdir. İxtiyari üçbucaq üçün xaricinə çəkilmiş çevrənin radius düsturudur. Hələlik bu qədər. Sağ olun.